Zaman nədir? Nəyə oxşuyur? Zaman nə vaxt başladı? Quranda zaman bizə necə anladılır? İlk başda hər şeydən qabaq zaman haqqında məlumat verəsə olsam, ümumiyyətlə tarix boyunca minlərlə filosof, astroloq, din adamı, elm adamı zaman nədir sualının cavabını axtarıblar. Aristotel, Descartes, Maxwell, Galilei, hətta Newtona görə zaman bir yönə doğru axıb gedir və hər yerdə hər kəs üçün eyni olduğu görüşündə idilər. Ta ki 1905-ci ildə Albert Einstein nisbilik nəzəriyyəsinin doğruluğunu isbat edənə qədər. Hətta bir növ bu düstur bütün fizika kitablarının başdan yazılmasına və keçmişdə bu haqda iddia irəli sürən alimlərin, filosofların görüşlərinin yanlış olduğunu bizə göstərdi. Mövzu çox uzun olduğuna görə qısa və başa düşülən şəkildə anladası olsam, bizim hal-hazırda içində olduğumuz zamanın axışı iki şeyə bağlıdır: sürət və kütləyə. Sürət və kütlənin qüvvəti artdıqca zaman yavaşlamağa başlayır. Hətta Risalə Nurda zaman çünki hərəkatın bir rəngi, bir levni yaxud bir şəridi hökmündə olduğundan hərəkatda cari olan bir hökm zamanda dahi caridir deyə hərəkət və zamanın bir-birinə təsir etdiyi anladılır. Yəni qısa olaraq açıqlasaq, mümkün olmasa da bir növ bir insan işıq sürətinə çatsaydı, zaman adətən onun üçün dayanardı. Hətta bu kəşf olunandan sonra zamanla bağlı baxdığımız bir çox məşhur filmin mövzusunun bu olduğunu görə bilərik. Bir insanı işıq sürətinə çata bilən bir rakedə mindirə bilsəydik, uzun müddət o sürətə məruz qalsaydı, adi biz insanlardan daha gec qocalacaqdı. İkinci, əgər bir insan çox ağır kütlə çəkiminə məruz qalsa, məsələn kütlə çəkiminin çox olduğu başqa bir planetə getsə, zaman onun üçün bu dünyaya görə daha yavaş axacaqdı. Həmçinin eyni şəkildə bir insan qara dəliyə girə bilsəydi, o qədər böyük kütlə çəkiminə məruz qalardı ki, zaman onun üçün adətən dayanardı. Hətta bu teoriyanın doğruluğu 1971-ci ildə Haffield-Keating eksperimenti ilə isbatlanır. Bu eksperimentdə 3 dənə eyni sinxronlaşdırılmış saat götürülür. Saatın birini tam tərs istiqamətdə şərqə, digərini qərbə, birini də olduğu yerdə saxlayırlar. Təyyarədən enəndən sonra saatlara baxanda hər bir saatın arasında bir qədər fərq olduğunu görürlər. Bütün bu məsələlərdən daha qəribəsini deyəsə olsaq, Albert Einstein zamanın dəyişkən olduğunu 1905-ci ildə kəşf elədi və o zamana qədər heç bir filosof, alim və ya bir kəs zamanın dəyişkən olduğunu nə iddia eləmişdi, nə də bir yerə qeyd etmişdi. Tam tərsinə əksini iddia edirdilər. Amma Einsteinlə 1300 il qədər qabaq yaşamış Muhammed Peyğəmbər sallallahu əleyhi və səlləm əslində zamanın dəyişkən olduğunu Quranda yazmışdı. Mələklər və ruh ona miqdarı 50.000 il olan bir gündə yüksəlib çıxar. Başqa bir ayədə bilinməlidir ki, Rəbbinin qatındakı bir gün sizin saymaqda olduqlarınızın 1000 ili kimidir. Təbii ki, doğrusunu Allah bilər. Təxmini hesablayası olsaq, təqribi bu ayələrə görə 100 ilə yaxın yaşamış bir insan mələklərə görə 3 dəqiqəyə yaxın yaşamış olur. Hətta Muhammed Peyğəmbər sallallahu əleyhi və səlləmin dünyada olmasından mələklərə görə heç 1 saat belə keçməmiş olur. Sanki indi oxuyacağım ayələr tam üstünə düşəcək. Allah inkarçılara yer üzündə neçə il qaldınız deyə soruşar. Onlar bir gün ya da bir gündən daha az qaldıq. Hesab tutanlardan soruş deyərlər. Allah belə deyər: çox az qaldınız. Kaş bunu daha əvvəl biləydiniz. Sizi boş yerə yaratdığımızı və yenidən bizim huzurumuza qaytarılmayacağınızı sanırdınız.